Salam əziz abituriyentlər. Bugün mən zamanların izahını verəcəm. Diqqətli olaq. Zamanlar tense form. Və mən present simple-dan başlamaq istəyirəm. Yadımda saxlayıram ki, present simple-da feillər üçün şəxsin təkində s qəbul edir və yaxud da ki, es qəbul edir. Digər bütün feillərdə isə sadəcə olaraq feilin qarşısındakı to hissəciyi düşəcəkdir. Feil adi öz versiyasında istifadə olunacaqdır. Yalnız üçün şəxsin təkində. Yəni he, she və it üçün bu keçərlidir. Sualımı, inkarımı do, cəm isim üçün, does isə tək isim üçün istifadə edəcəm. Lakin yadda saxla ki, does gördüyüm zaman üçün şəxsin təkindəki s və ya is düşəcəkdir. Example versəm, deyirəm ki, he teaches. Sualda olacaqdır, does he teach? Və salam, sadəcə does keçək cümlənin əvvəlinə və is avtomatik düşmüş olacaqdır bu versiyadadır. Digər bütün şəxslər üçün isə do-dan istifadə edirik. Yalnız üçün şəxsin təkinə diqqətli olmaq lazımdır. Və yaxud da ki, yadda saxla ki, does olan yerdə has da ola bilməz. Does she has deyil də, does she have deyə bilərəm. Bunu unutmayaq. Yaxşımı? Və bu məqam da çox vacib məqamlardan biridir. Üçün şəxsin təki olsa belə. Vacib məqamları qeyd edəcəm. Zaman zərfləri, ən çox düşən zaman zərfləri sometimes, usually, often, every, once və yaxud da ki twice, seldom və ya regularly. Bu tipli zaman zərfləri, every və every ilə əlaqəli olan hər bir şey indiki qeyri-müəyyən zamana gedəcəkdir, unutmayaq. Və eləcə də once. Amma digər zaman zərflərini sən past simple-da da görə bilərsən. Past simple-da qeyd edəcəm. Present simple-ın uzlaşması. Zaman bizə lazımdır necə düzəlir zamanları öyrənərkən bu məqam və zaman zərfləri hansılardır? Qeyd etdiyimiz, hansılar ki düşür onları qeyd elədim. Və təbii ki, onun uzlaşma məqamı. Uzlaşma. Present simple. Yəni, indiki sadə zaman demək istəyirik də buna, düzdür? Sadə zaman. Uzlaşır təbii ki, özü ilə. Bax, özü ilə rahatlıqla uzlaşa bilir. Uzlaşacaqdır təbii ki, gələcək zamanla. Future simple. Future simple nədir? Yəni, will və yaxud da ki, inkar versiyası olacaqdır won't. İndiki zamanla əlaqəli zamanlarla present simple uzlaşacaqdır. Və yaxud da ki, present perfect desək məsəl üçün. Yəni, have, has, üstəgəl participle to. Participle to verbün üçüncü versiyası da əgər qaydasızdırsa, yox əgər qaydalıdırsa, idi qəbul etməklə, unutmayaq. Və ya uzlaşacaq da present continuous'la. Present continuous nə deməkdir? İndiki davam edici zaman deməkdir. Bu isə am, is, are, üstəgəl verb və üstəgəl ing vasitəsilə düzəlir. Uzlaşma gedəcəkdir bunlarla. Və əsasən sənin indiki qeyri-müəyyən zamanda uzlaşma zamanı fikir verəcəyin bağlayıcılar var. Bu bağlayıcılar önəmlidir. Bax, yadda saxlayıram ki, if, when, till, until, as soon as, before, as long as, unless.
Bu bağlayıcılardan sonra present simple, yəni indiki sadə zaman gələcəkdir. Uzlaşma zamanı gedəcəkdir future-a. Yəni burada will və ya want-dan istifadə edəcəyik, yəni onun inkar formasından. Amma yadımda saxlayıram ki, bu bağlayıcılardan sonra heç vaxtı will gələ bilmir. Və bu bağlayıcılardan sonra have, has, üstəgəl participle to version-a, yəni present perfect gələ bilmir. Bax, bu məqamda diqqətli olmaq lazımdır. Deməli, bu bağlayıcılardan sonra nə verəcəm? Əgər indiki sadə zamandan söhbət gedirsə, dərhal sonra verəcəm present simple ki, gedim uzlaşdıra bilim future simple-la. Yaxşımı? Əsasən bax, bu uzlaşma məqbuldur və hətta buna biz conditional one deyirik. First conditional da bu. Yəni, conditional number one o deməkdir ki, first conditional, yəni birinci şərt cümləsi və bu təqdirdə özünü çox göstərir. Conditional şərt mənasını ifadə edir. Gedirəm past simple-a. Yəni, keçmiş zaman, keçmiş sadə zaman. Keçmiş zamanda mən bilirəm ki, mənim verbüm, yəni mənim feilim 2 yerə bölünür. Qaydalı, buna biz regular deyirik, qaydalı və qaydasız. Buna isə deyirik irregular. Qaydalı feillər idi qəbul etdiyi halda feilin sonunda, qaydasızlar isə kökdən dəyişməklə düzəlirlər və onları əzbərləmək lazımdır. Başqa yol yoxdur. Onlardan bir neçə dənədir, diqqətli oluruq. Sualı inkarı diddən istifadə edəcəm və ya inkarda did notdan. Qısa olaraq didn't deyirik. İnkarda didn't istifadə edirik, amma yadda saxlayıram ki, did gördüyüm zaman idi mütləq ki düşəcəkdir. Yəni diddən sonra feil özünün keçmiş zamanlığını itirəcək, keçəcəkdir indiki zamana. Example versəm, did you work yesterday? Did you work yesterday? Yəni, əgər bu təsdiq olsaydı, təbii ki, idi qəbul etmiş olacaqdı. Amma did gördüyüm zaman idi avtomatik düşmüş olacaqdı. Unutmayaq. Zaman zərfləri hansı ki bizə çox vacibdir. Past simple-ın zaman zərfləri, yəni əsas bunları verirlər. Last, ago. Last, yəni lastla bağlı hər bir şey. Last year, last month və s. Yesterday. In 1990 tutalım ki, yəni keçmişə aid hər hansısa bir il və yaxud da ki, in the 15th century və yaxud da ki, 15-ci əsrdə tutalım ki, yəni keçmişə aid və ya in my childhood tez-tez görürsünüz. Və ya in the past. Bax, bu ifadələr aparacaqdır səni past simple-a mütləq ki, unutma. Yalnız və yalnız bu ifadələr səni aparacaq past simple-a. Biz bayaqları qeyd elədik ki, sometimes, usually, often. Dedik ki, bu bağlayıcılar istifadə olunur present simple-da, indiki qeyri-müəyyən zamanda. Lakin sən bunları past simple-da da görə bilərsən. Sadəcə olaraq söz baxımından tərcümə olunur. Məsəl üçün deyirəm ki, mən adətən bunu edirdim. Və salam, bu qədər sadə. Çətin heç bir şey yoxdur və past simple izah edərkən mən dərhal burada used ifadəsini də izah etmək istəyirəm. Used ifadəsi keçmişdən alışdığım, lakin sonra tərk etdiyim hərəkəti ifadə etmək üçün istifadə olunur. Hansı hərəkətdir? Keçmişdə alışmışam, lakin bugün tərk etdiyim hərəkətdir. Example versəm deyirəm ki, I used to swim a lot in the past. Mən keçmişdə çox üzərdim.
Lakin indi daha üzmürəm. Used ifadəsi mənə göstərir ki, keçmişdə etmişəm, lakin indi avtomatik onu mən tam olaraq dayandırmışam. Sual inkarı didlə veriləcəkdir. İnkarda da didn't. Və unutmayaq ki, did və didn't olan yerdə də idisi dərhal düşəcəkdir. Adi normal feil kimi, yəni digər bütün qaydalı feillərdə necə idi düşür, gedəcəkdir normal versiyası da, yəni ki, did you used to. To swim. Sən üzərdinmi? Məsələn, bu qədər sadə belə bir versiyada istifadə olunacaqdır used ifadəsi. Gedirəm future simple-a. Future simple-a getməmişdən əvvəl bağlayıcılarda qeyd edeyim. Bayaq biz present simple-da qeyd elədik ki, if, when, till, until, as soon as və ya as long as. Before da burada təbii ki, daxil edək, çünki tez-tez görəcəksiniz. Və bu bağlayıcılardan sonra past simple gələr. Yəni keçmiş sadə zaman gələr və onun da uzlaşması gedəcəkdir. Təbii ki, keçmişə aid olan keçmiş bitmiş. Yəni hər üstə gəl participle to. Və buna keçmiş bitmiş deyilir. Və yaxud da ki, past continuous-a gedəcəkdir. Bu olacaq da past perfect. Adını yazaq, indidən yadda saxlayaq. Past perfect. Və yaxud da ki, past continuous uzlaşma gedəcəkdir. Past continuous, yəni keçmiş davam edici zaman, hansı ki düzəlir was, were, plus verb, plus ing ilə. Və təbii ki, uzlaşma gedəcəkdir özü ilə. Və uzlaşma gedəcəkdir future in the past deyirik biz buna. Future in the past. Buna deyilir keçmişə nəzərən gələcək zaman. Bu da düzəlir would-la. Would özünü göstərir. Və yadımda saxlayıram ki, bu bağlayıcılar ki gördük ya, bu bağlayıcılardan sonra heç vaxtı istifadə edə bilməzsən had. Yəni past perfect-i nəzərdə tuturam ha. Əsas feil had deyil. Köməkçi feil olan had üstəgəl participle to versiyonunu istifadə edə bilməzsən. Başa düşdükmü? Və yaxud da ki, istifadə edə bilməzsən would. Yadımızda saxlayaq. Bu bağlayıcılardan sonra sən istifadə edə bilirsən past simple. Çox az hallarda, nadir hallarda past continuous da verərsən, amma heç vaxt past perfect vermir və yaxud da ki, future in the past would-u da verə bilmir. Gedirəm future simple-a. Future simple gələcək sadədir. Gələcək sadə zaman necə düzəlir? Təbii ki, will-lə. Şəli də yaza, əsasən will-lə veriblər. Qısa versiyası olacaqdır won't və yaxud da ki, shan't. Yeni topluda əsasən verilibdir will və onun qısa versiyası. Gələcək zamanının düzəlməsi bax bu şəkildədir. Azərbaycan dilinə acaq-acaq şəklində tərcümə olunur. Və təbii ki, bunun zaman zərfləri bizim üçün vacibdir. Next və next-ə bağlı hər bir şey gedəcəkdir. Tomorrow. In, sonra mənasını ifadə edər zaman. Soon, tezliklə və ya in the future gördün. Təbii ki, gələcək zamana gedəcəkdir. Bu zaman zərfləri doğrudurmu? Və əsas məqam, biz bayaq qeyd elədik uzlaşma və deyək ki, görək ki, gələcək zaman future simple uzlaşması nəyə gedəcəkdir? Future simple-nun uzlaşması təbii ki, gedəcəkdir indiki zamana. Tutalım ki, biz bağlayıcılar görürük. Uzlaşma əsasən bağlayıcılar vasitəsilə, yəni hər zaman bağlayıcılar vasitəsilə mümkündür. Yəni if, when, till, until və ya as soon as və ya as long as və ya before. Bu bağlayıcıları gördüm, düzdürmü? Bu bağlayıcılardan sonra future simple gəlməz. Bu bağlayıcılardan sonra gələcəkdir present simple.
Yəni indiki sadə zaman onun da uzlaşması gedəcəkdir future simple-a. Yəni gələcək zamana. Bu qədər sadə. Gəlin bir iki dənə example verək. Example versəm deyirəm ki I'll tell him as soon as he comes. O gələn kimi mən ona deyəcəm. As soon as gördüm, as soon as-dən sonra present simple gördüm və onun da uzlaşması getdi birbaşa future-a, gələcək zamana. Bu da sənin future simple-ın. Hara keçdi bu? Gedirəm present continuous-a. Ən sadə, rahat zamanlardan biri. Present continuous. Necə düzəlir? Düzəlir am, is, are, üstə gəl verb və üstə gəl ing vasitəsilə düzəlir. Hansı hərəkəti ifadə edir? Bu dəqiqə gözümün önündə baş verən, mənim şahid olduğum hərəkətləri göstərmək üçün present continuous-da mən istifadə edə bilirəm. Doğrudurmu? Və Azərbaycan dilində əsasən ır, ir, ur, ür kimi tərcümə olunacaqdır. Gedirəm, gəlirəm, danışıram tiplisindən və bunun zaman zərfləri now, at present və ya at the moment və ya still, hansı ki hələ də mənasını ifadə edir, bu şəkildə tərcümə olunur. Bu da sənin present continuous-un. İndi bu dəqiqə gözünün önündə baş verən hərəkətləri istifadə olunur. Sualda təbii ki, əmizə keçəcəkdir cümlənin əvvəlinə. İstifadə edirəm. İnkarda isə əmizə üstəgəl notdan istifadə edəcəksən. Plus not. Məsələn, bu qədər sadə bir materialdır. Və uzlaşması isə səsə nəyə gedir? Təbii ki, present continuous-un özünə və yaxud da ki, present simple-a gedəcəkdir. Present simple və yaxud da ki, present continuous-a gedəcəkdir. İndiki daim edici zaman özü və yaxud da ki, indiki sadə zamanla uzlaşacaqdır. Gedirəm indi mən past continuous-a. Lakin past continuous-a getməmişdən əvvəl bir məqamı da çatdıram ki, present continuous-dan biz eyni zamanda yaxın gələcəyə indikasiya eləmək üçün də istifadə edirəm. Yəni bu am, is, are plus verb plus ing yalnız və yalnız indi bu dəqiqə davam edən hərəkətləri deyil də, yaxın gələcəyə indikasiya etmək üçün də istifadə edə biləcəyimiz bir zaman növüdür. Və biz əsasən məsəl üçün deyirəm ki, I am leaving tonight. I'm leaving tonight. Yəni mən bu gecə gedirəm, buranı tərk edirəm, çıxıram. Baxmayaraq ki, biz burada yenə də tərcümə olunur ır, ir kimi, amma yenə də biz gələcəyə indikasiya etmiş oluruq. Tonight deyirik, bu gecə deyirik. Çox yaxın gələcəyi də ifadə eləmək üçün biz present continuous-dan istifadə edə bilərik. Bunu unutmayaq. Gedirəm past continuous-a. Past continuous-a keçmiş davam edici zamandır. Hansı zamandır? Keçmiş davam edici zaman. Zamandır. Və bu da necə düzələcəkdir? Düzəlməsi was, were verb plus ing vasitəsilə. Bunun past simple-dan fərqi nədir? Burada keçmişi mütləq ki, dəqiq bir sağda göstərilməlidir. Zaman zərfləri demək olar ki, eynidir, lakin əlavə ekstra past continuous-da mütləq ki, dəqiq bir zaman aşaması göstərilməlidir, period göstərilməlidir. Məsəl üçün deyirəm ki, I was walking at that time yesterday.
Yesterday mən bilirəm ki, past simple-dur da. Lakin bura at that time-in əlavə olması avtomatik gedəcəkdir past continuous-a. Dəqiq zamanı göstərmək istədim və yaxud da ki, at 2 o'clock yesterday, in the morning yesterday, in the afternoon yesterday, at noon yesterday, at dawn yesterday. Yəni ora mən mütləq ki, dəqiq bir saat, günün hissəsi, günün çağı tipli hissəcikləri əlavə edirəm ki, mənim mütləq ki, orada bəlli eləsin ki, mən hansı zaman hissəsini orada vurğulamaq istəyirəm. Past continuous-un uzlaşması, gəlin, zaman zərflərini dedik ki, past continuous-da, yəni past simple-la eyni olacaqdır. Uzlaşma isə past simple-a gedəcəkdir əsasən, amma əsasən uzlaşma mümkündür burada when və while bağlayıcıları ilə. While Azərbaycan dilinə arkan-ərkən kimi tərcümə olunanda, when isə Azərbaycan dilinə anda-əndə kimi tərcümə olunur. Yadda saxlayırıq ki, while-dan sonra əsasən past continuous gəlir, belə sizə deyim 90% hallarda. When-dən sonra isə past simple gələcəkdir. Yenə 90% halda hər zaman özünü doğrultmur, əks də ola bilir. Past continuous-da təbii ki, uzlaşma gedəcəkdir past simple-a. Past simple-sa təbii uzlaşma gedəcəkdir past continuous-a. Vəssalam. Example versəm, bax belə olacaqdır. When he came, I was sleeping. When he came, I was sleeping. Deyirəm, o gələndə mən yatırdım. Düzdürmü? Və yaxud da ki, while he was talking, I was studying. Deyirəm ki, o danışarkən mən oxuyurdum, dərsimlə məşğul idim. Yəni, while-dən sonra əsasən iki hissənin də davamlılığını, davam ediciliyini göstərmək üçün istifadə edirik. Amma while-dən sonra past continuous gəlib, ondan əvvəl də past simple-a gedə bilirik. While-in özəlliyi budur. Növbəti zamanları davam edəcəm, burada bitirim.